Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Sual olunur ki, Risalədə keçən şək və zənnin arasında fərq nədən ibarətdir? O yerdə ki, yazılıb şəkin mənası budur ki, hər iki tərəf bərabərdir. Yəni, mən şək eləyirəm. Yəni, mənası nədir? O məsələdə iki ehtimalım var. Ya bu cürdür, ya bu cürdür. Buna şək deyirlər və şəkdə hər iki tərəf bərabər olur. 50-50-yə olur. Buna şək deyərlər. Bəs zənn nədir? Bu iki tərəfin, yəni bu ehtimalın biri çox olsa, çox olan tərəfə zənn deyərlər. Məsələn, biri var 50-50-yə. Bu şəkdir. Ehtimal verirəm. Hə, yox. 50% bunadır, 50% buna. Bu şəkdir. Amma 60-ın 40-a olsa, 70-in 30-a, 80-in 20-yə, 90-ına və s. buna zənn deyərlər. Zənn və şəkkin fərqi bundan ibarətdir. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.